Əziz abituriyentlər, hörmətli müəllimlər, hər birinizi salamlayıram. Bugün, yəni 1 iyun 2025-ci tarixində Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü qrupları üzrə qəbul imtahanı təşkil etdi. Qəbul imtahanının 1-ci şansında informatika fənni üzrə düşən yazılı tələb olan suallarını izah edəcəm. Amma sualların izahına keçmədən öncə ümumi suallarla bağlı qısa bir fikrimi bölüşmək istəyirəm. Suallara baxdıqda suallar, yaxşı suallar saymaq olar. Sadəcə olaraq bəzi suallarda vaxt məsələsi yenə də nəzərə alınmamışdır. Düşünək ki, şagirdlərin 1 saat vaxtı var və abituriyentlər bu sualları oxumalı, düşünməli və sonra həll etməlidir və buna görə də 1 saat vaxt və kodlaşdırmanı nəzərə alsaq, şagirdlər üçün həyəcanlandırıcı ola bilir. Çünki şagird çox tələsir ki, bu məsələni həll etsin və düzgün şəkildə həll etsin. Ona görə bir qədər vaxt məsələsi nəzərə alınsa növbəti suallarda daha yaxşı olar. Biz isə keçid ala bilərik. 88-ci sualdan başlayaq. Deməli, ilk sual budur. Daxil edilmiş n natural ədədi üçün s bərabərdir 2-də 1, çıxart 4-də 1, üstəlik 6-da 1 və s. cəmini hesablayan alqoritmin blok sxemini qurun. Düşünürəm ki, bu çox rahat sualdır və müxtəlif məsələlərdə biz bunu həm öz abituriyentlərimizlə, həm də ki, paylaşdığımız videolarda digər abituriyentlər də görüblər və öz müəllimlərlə də təbii ki, işləyiblər. Burada nəyə fikir veririk? İlk olaraq sürətdə olan birləri görürük və aşağıdakı olan hissələr isə görürük ki, burada 2, 2 artır. 2, 4, 6 bu şəkildə artır və bir dəfə müsbət olub, sonra mənfi olub, müsbət olub, mənfi olub və bu şəkildə. Və bu hissəyə baxdıqda düstur bizə əslində çox ifadəni bildirmiş olur. Belə ki, başlayaq və bunu mən proqram üzərində göstərəcəm, Flowalgoritm proqramında. Bu proqramla işləyənlər bilirlər ki, Declare bu proqrama xas bir özəllikdir. Bunu burada öncədən qeyd edirik. Bizə lazım olan ilk olaraq input, yəni n ədədini daxil edirik. Və ilk olaraq i-ni 1-dən başladıb burada yazacağıq və bunu burada gəlirəm. i bərabərdir 1. Və məsələyə baxdığımız anda s-dən görürük burada. S-in də başlanğıc qiymətini verməliyik. Cəm olduğuna görə s də bərabərdir 0-ı burada yazdıq. Və nə qədər ki, while-dan istifadə edirəm, gəlirəm bura. i kiçikdir, bərabərdir n yazırıq. Nə qədər ki, i n-dən kiçik bərabərdir, o zaman nə iş görülsün? Burada yazırıq. S bərabərdir, S üstə gələk. Bunu bu tərəfə çəkirəm. Və bu ifadəyə fikir verdikdə, mənfi 1 üstü n plus 1. Yəni, bunu qüvvəti necə yazacağıq? Bir dəfə mənfi, bir dəfə müsbət olması üçün başlanğıc qiyməti 1 verdiyimizə görə burada, bunu bu şəkildə yazacağım. Belə yazırıq. Mənfi 1 üstü, ilk öncə bunu yazaq. Mənfi 1 üstü. Blok sxemdə normal qüvvə şəklində yaza bilərsiniz və ya ki, Python 2 ulduz yazırdıq. Bu proqrama uyğun olaraq isə bu şəkildə yazmalıyam. Mənfi 1 üstü i plus 1. Fikir versək, i müsbətdir və 1-dir. 1-in üstünə 1 gələndə 2 olacaq. Mənfi 1 üstü 2 də müsbət 1 verəcək. Müsbət 1-də elə bunun başlanğıc qiyməti olacaq. Və indi məxrəc necə olacaq? Məxrəci isə bu şəkildə yaza bilərik. Bu ifadəni bölürük və 2 vuraq i-yə. İlk i 1-dir, 1-i 2-yə vuracaq və 2 olmuş olacaq. Və bizim lazım olan bu ifadəni gördüyünüz kimi mötərizə içərisində yazdıq və mənfi 1 üstü i plus 1-i də bu şəkildə yazmışıq. Və bunu yazdıqdan sonra təsdiqlədik. i-ni isə artırmalıyıq. i də bərabərdir, i plus 1. Və sonda s-i çapa verib, gəlin məsələyə baxaq. Bu məsələyə bir qədər bunu yaxınlaşdırsaq daha yaxşı görərsiniz. S başlanğıc olaraq 0-dır. 0-ın üzərinə gəlirik. Mənfi 1 üstü i plus 1. Yəni 2. Mənfi 1 üstü 2 müsbət 1 edəcək. Müsbət 1-i böləcək 2 vuraq 1-ə. Yəni 2-yə. Gələn dəfə bu olacaq i bərabərdir i plus 1. i olacaq artıq 2. Gələcək yenə də s-in üzərinə gələcək. Mənfi 1 üstü 2 üstü 1. Yəni 3 olacaq. Mənfi 1 üstü 3 də mənfi olacaq. Və 2-ni 2-yə vurana 4 olacağına görə məxrəcdə də 4 olmuş olacaq və bu şəkildə proses gedəcək. Təbii ki, burada bəzən bu ifadələri yazdığımızda başlanğıc olaraq bir dəyişən götürüb, L dəyişəni götürüb, onun başlanğıc qiymətini 1 verib və dövr əsasında mənfi L verib. Hər dəfə də yaza bilərsiniz, amma elə mən burada düsturda qeyd olunduğu halı yazıb işi rahat şəkildə göstərməyə çalışdım. Deməli, burada da bu ifadələri yazsaq, S
n və i-dən istifadə elədik. Bunları da burada qeyd elədik. Və bu məsələləri bu proqramda izah edərkən hər dəfə deməyə çalışıram. Yəni bu hissə sadəcə bu proqrama xasdır. Yəni bunun çalışması üçün dəyişənlərin öncədən tanıdılması lazımdır. Və qeyd edim ki, eyni zamanda burada int tipi yox və real tipi seçməliyik ki, doğru bir ifadə göstərmiş olsun. Hətta bu məsələni çalışdırıb yekun nəticəni də görə bilərik. Hal-hazırki bu nəticə yekun nəticə olacaq. Amma mən burada output deyib s-i də çapa verib o hissəni göstərmək istəyirəm ki, görək uyğun şəkildə getdimi. Deyək ki, mən 4 daxil eləsəm, baxsaq 2-də 1, 2-də 1-dən 4-də 1 çıxanda 0.25 bu şəkildə proses getmiş olur. Ümid edirəm ki, yanlışlığımız olmadı. Məsələyə bir daha bu şəkildə baxa bilərsiniz. Dediyim kimi, fərqli şəkildə də yaza bilərsiniz. İlk sual belə. Deməli, bu 28-ci sual. Keçək 29-cu suala. Daha doğrusu 89-cu suala. İnformatikada 29-cu sual budur. Bu ifadəyə baxdığımızda burada nə olur? İlk öncə baxırıq ki, burada A sütunu var, B sütunu var və C sütunu var. İfadələr necə gedir? 1, 2, 3, sonra 4, 5, 6. Yəni bu şəkildə gəlir. Bu şəkildə belə gedir ardıcıllıq. Bu ardıcıllığı yazmaq üçün dövrlə də yazmaq olar, amma gəlin if-lə yazmağa çalışaq, amma necə yazacağıq? İlk öncə baxaq görək ki, bu ifadədə A sütununda olan ifadələr nədir? Buna fikir versək, bu ifadələri əgər 6-ya bölsək, baxaq 1-i. 1-i 6-ya böləndə 1 edir. 1 edir. 6-nı 6-ya böləndə qalıqda 0 edir. 7-ni 6-ya böləndə 1 edir. 12-ni 6-ya böləndə 0 edir. Yəni, proses bu şəkildə gedəcək 102-yə qədər. Eyni zamanda burada baxsaq, 2-ni 6-ya bölsək, 2%6. Bu bizə verəcək 2. 5%6, bu bizə verəcək 5. Qalıqda 5 verir. Eyni zamanda 8-i 6-ya böləndə qalıqda 2, 11-i 6-ya böləndə qalıqda verəcək 5. Yəni bu şəkildə proses gedəcək. Və burada baxdığımızda 3-ü 6-ya böləndə qalıqda 3, 4-ü 6-ya böləndə qalıqda 4, 9-u 6-ya böləndə qalıqda 3, 10-u 6-ya böləndə qalıqda 4. Yəni bu hissələr elə bizə əsas verir ki, məsələnin şərtini quraq. Və burada görürsünüz ki, 1-102 aralığındadır. Əgər bu aralıqda deyilsə, məsələnin həllini göstərməməlidir. Bizə lazım olan budur. Bərabərdir int input burada daxil edilən. Bunu yazdıq burada bir qədər böyüdək, rahat görəsiniz. Bunu yazdıq burada. İndi biz şərti verməliyik. İlk öncə bunu verək. Əgər həmin bu n böyükdür, bərabərdir 1-dirsə, and n kiçik bərabərdir 102-dirsə. Bir daha xatırladaq, hər ikisi daxil edimi? Bəli, hər ikisi daxildir. Burada A ilə yazıb, əslində biz də A ilə yoxlaya bilərik. Buna da A yaza bilərik. Burada da A yoxlayaq, A yoxlayaq. Əgər bu şərt ödənilirsə, demək ki, artıq DLC-yə baxacaq və burada isə bunun içərisində doğrudursa, if-in içərisində yazacaq ki, əgər A-nı faiz 6 bərabərdirsə 0 və ya A-nı 6-ya böləndə bərabərdirsə 1-dirsə. Bu zaman nədir? Yəni, bu ifadə haradadır? A sütunundadır. Bunu yazdıq. Digər halda bunu yoxlamalıyıq eliflə. Əgər, bunu yazsaq, kontrol V. Əks halda əgər, gəlirəm burada, A-nı 6-ya böləndə, bura baxaq, nə idi? 2 və 5 yazmışdıq. 2 olarsa və yaxud da ki 5 olarsa, bu zaman B sütunundadır. Bunu əks halda da yazmaq olarmı? 1 deyilsə, 2 deyilsə, 0 deyilsə, 5 deyilsə, əks halda da yazmaq olar, amma gəlin elə bu şəkildədir. Buna da edib yazaq, bu deyilsə, daha əmin olaq. A faiz 6 bərabərdirsə 3, or A faiz 4-dirsə, bərabərdirsə, daha doğrusu A faiz 6 bərabərdirsə 4-dirsə. Bu şəkildə yazdıq və print, bunu da yazırıq C. Deməli, əks halda yaza bilərik. Yəni, bunun əks haldasında. Burada əks halda yaza bilərik ki, düşünürəm buna ehtiyac yoxdur, amma hər bir halda yaza bilərik ki, uyğun, burada yazaq, uyğun qiymət daxil edilməyib. Bunu da burada yazdıq. Yəni, buradan kənar qiymət daxil olunub. Bu else bildiyiniz kimi bu ifa aiddir. Yoxlasaq burada
Gəlirəm 12 daxil edirəm. A sütunundadır. Bura baxsaq 12, bəli, A sütunundadır. Eyni zamanda gəlirik 13 yazaq. 13. O da A sütunundadır. Bəli, buradan baxsaq 12, artıq burada 13 buradan başlayacaq. Bu şəkildə gedəcək. 14 B-də olmalıdır və bunları bir-bir yoxlayaq istəyirsiniz. Tam siz də görün. 14 B-dədir və ən nəhayət 15 yoxlayaq C-dədir. Bu şəkildə gedir. 102-ni yoxlasaq 102 də A-dadır. Bunu da burada gördünüz. Deməli bu şəkildə bunu yazdıq. Koda bir daha baxa bilərsiniz. 6-ya bölünəndən alınan qalıqlara görə bu məsələni həll edə bildik. Və ən nəhayət 90-cı sualda baxdıq. 90-cı sualda bu şəkildə baxırıq. Deməli, bizə lazımdır ki, bir ifadə daxil edirik, sətr daxil edirik. Həmin sətirdə müxtəlif simvollar. Yəni burada B deyir, A deyir. Bunlar A təzədən təkrar, N təzədən təkrar. Görürsünüz, 3 dənə müxtəlif simbol var. Bunu tapaq. Eləcə də digərlərində. Bunu gəlin belə yazaq. İlk olaraq bir sətr əlavə edək. Buna da aid abituriyentlərimiz yaxşı bilir ki, dəfələrcə məsələ yazmışıq. Ümid edirəm ki, bunu hər biri doğru şəkildə yazaraq imtahandan çıxıb. N bərabərdir input. Bir sətr daxil elədik. Həmin bu içərisində, bunu içərisindən keçmədən öncə S bərabərdir boş bir siyahı açıram. For in N. N sətrin içərisində gəzəcəm və deyəcəm ki, əgər mən buradakı elementləri, burada yazdığım elementləri nümunə yazaq, orada var idi. Bana belə izah edim. Atacağım S siyahısını. B-ni atacağım S-ə, A-nı atacağım S-ə. Amma belə bir şərt də verəcəm ki, əgər mən A-nı atmışam bura, A burada var. Növbəti dəfə A-ya gələndə atmasın. Yoxlayacağım ki, burada A yoxdursa, o zaman atsın. Yəni yoxdursa atsın. O zaman bunu belə yaza bilərəm. S nöqtə count. Bunu yazdım. Count I. Bərabərdirsə 0-a, yəni burada yoxdursa, artıq I yoxdursa, o zaman S.append həmin I-ni atsın ora. Və S siyahısına həmin elementi atacaq. İlk öncə bunu çalışdıraq, görək biz nə etdik burada. Bu məsələnin nəticəsində nə oldu? Baxırıq, məsələn, yazıram mən banan və baxırıq ki, gördünüz, müxtəlif simvolları bura atdı. Həmin müxtəlif simvolların elə sayını taparıq, məsələni həll etmiş oluruq. Lenis. Bu şəkildə yazsaq və 3 cavabı alırıqmı və görürük ki, həqiqətən də 3 cavabını bizə vermiş oldu. Bunu qısa bir dəyişiklik eləyə bilərəm. Bu da çox fərqli deyil, amma abituriyentlərin xoşuna gələn üsuldur. Bu ifadəni S.count I bərabər 0 ifadəsini belə də yaza bilərik. Əgər I not in S. Fikir verin. Əgər bu I S siyahısında yoxdursa, yəni bu bəzən abituriyentlərin yadında daha yaxşı qalır, daha çox xoşlayırlar. Yoxdursa o zaman atsın. Yenə də eyni məntiqdir. Burada i'lərin sayı 0-dırsa atsın. Yenə də məntiq eynidir. Burada yoxdursa, sadəcə bu yazılış bizim insan dilindən daha rahatdır. Ona görə yadda qalan üsuldur deyə bilərik. Burada yazıram yenə də dəyişək ifadəni istəyirsiniz. Bu şəkildə müxtəlif simvollar görə tapacaqmı? Bəli, 4. S, A, L, M. Belə, dəyərli kanal izləyiciləri, ümid edirəm ki, siz də bu məsələlərini, bu üsullarda da olmasa da, fərqli üsullarla doğru yazmısınız. İnşallah vaxt edib digər sualların da izahını paylaşmağa çalışacağım. Hər birinizə uğurlar, müvəffəqiyyətlər, görüşənədək.